Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi ürəkdən salamlayıram. Bizim çox dəyərli bir xanım xatın qonağımız var. Təbii ki, onun şeirlərini də, mahnılarını da çox gözəl bilirsiniz. Dinləyərək müəyyən yaşa gəldik, çatdıq. Qonağımız şair, bəstəkar xanım İsmayıl qızıdır. Xoş gəldiniz, axşamınız xeyirli olsun. Axşamınız xeyir, xoş gördük sizi. Bugün çox gözəl görünürsünüz. Yəni, təşəkkür ederim. Gerçəkdən uzun müddət oldu sizi görməyəli. Bilirəm ki, efirlərə də çox çıxmırsınız. İlk öncə əhvalınızı soruşum ki, necəsiz, özünüzü necə hiss edirsiniz? Əhvalım yaxşıdır. Əlbət ki, həmişə də yaxşı olmaq olmur. Yaxşı olmadığım vaxtlar da olur, yaxşı olduğum vaxtlar da olur. Bugün hal-hazırda yaşayam. Hamı kimi? Hamı kimi, bəli. Onsuz da əhval-ruhiyyə stabil deyil ki, yəni gün ərzində insanın əhvalı dəyişir və bu təbii ki, hər gündə hökm sürmür. İstərdim ki, konsertinizlə bağlı biraz danışaq. Necə keçdi? Zəng eləmişdim. Dediniz ki, konserti idarə edək, konsert bitəndən sonra təbii ki, görüşümüz baş tutar və istərdim ki, o konsertlə bağlı təəssüratlarınızı öyrənim. Çox belə zəhmətlə, belə çox həvəslə hazırlaşmışdınız. Keçən ilin 4 iyununda olmuşdu, yaradıcılıq gecəm olmuşdu. Orada həm az da olsa poeziyaya da yer ayırmışdım. Musiqilər də, belə deyim, köhnə mahnılarıma ikinci nəfəs də vermişdik orada, canlı orkestrlə. Yəni, maraqlı gecə oldu deyilənlərə görə. İfaçılarımız da yaxşı ifaçılar idi, yəni sevilənlər idi və sevilən mahnılarım səsləndi orada, şeirlərim də səsləndi, sözlərimə yazılan mahnıları da belə bir rolik kimi təqdim elədiniz. Bir hissəsini belə deyim, təqdim elədik. Çünki hamısı qeyri-mümkündür. 7 dəqiqəlik bir görüntü hazırlamışdıq. Bax belə. Yəni, əlbət ki, mən axırıncı dəfə 2002-ci ildə yaradıcılıq gecəsi keçirtmişdim. 2001-də hətta. 23 ildən sonra düşündüm ki, artıq istəyirdilər məndən ki, belə bir gecə olsun. Oldu, yaxşı oldu. Bir, belə deyim də, həmişə deyirəm ki, özümə hədiyyə elədim o gecəni. Bütün mahnılarım bir yerdə olsun, bəzi sevilən şeirlərim olsun. Məni sevənlər çoxdan gözləyirdilər, məndən tələb eləyirdilər və oldu, yaxşı oldu. Nə qədər sürdü konsertiniz? Konsert 2 saat yarım oldu, 2 hissədən ibarət idi. Elə bölüşdürmüşdük ki, yəni rejissor da Nail Naiboğlu idi. Yəni ki, o bölməni Nail etmişdi. Poeziyanı həm birinci hissəyə də daxil etmişdi, ikinci hissəyə də belə. Əslində, yəni fasilə ilə birlikdə 2 saat yarım oldu, eləmi? İnsanlar necə hövsələsi çatıb, yəni sona qədər gözlədilərmi? Biraz insanlar hövsələsiz olub, yəni bilmirəm, televizora baxdıqları zaman belə hansısa bir kinoya ayrıca bir kanallara çevirib təzədən qayıdırlar. Tamaşada məsələn, artıq fikir verirəm ki, Akademik Milli Dram Teatrında keçən dəfə olanda gördüm ki, tamaşanı saat yarım eləyiblər. Fasiləsiz yeni tamaşa saat yarım çıxır. Və yəni bilmirəm, bu digərlərində də elədi, yoxsa yox. İnsanlar hövsələsizdir deyə, səbir kasaları daşmasın deyə çalışırlar ki, minimuma endirsinlər. Yox, burada çox qəribə oldu ki, artıq konsert bitdi, heç kim yerindən tərpənmirdi. Yəni ki, belə mən də çıxdım, təşəkkürümü bildirdim, alqış falan da artıq dedi ki, tamam, bitdi. Yəni heç kim, gələnlər sevənlər idi. Belə deyim, mənim üçün darxanlar idi. Mən bilirdim ki, ora gələnlərin çoxsu əlbət ki, istirahət etmək də istəyirdilər, gözəl musiqiləri də dinləmək istəyirdilər. Amma əksəriyyəti bunu mənə hamı dedi ki, səni görməyə, səni eşitməyə, sənin musiqilərini dinləməyə gəlmişdilər, sevənlər idi. Elə bil ki, o zalda əyləşənlər hamısı belə bir ailə kimi idi, elə bil ki, mənə elə gəldi ki, ailəmin üzvləri də hamısı gəlib və o qədər gül yağışına tutdular məni ki,
yəni o sevgidən hətta belə deyim də belə şaşırdım deyək də, təəccüb qaldım ki, çox sağ olsunlar. O qədər gül hələ mənim həyatımda mənə təqdim edən olmamışdı. Amma yəqin ki, bir ürəyinizdən keçdi də ki, mən bu ömrü əbəs yerə yaşamadım. Dedinizmi bu fikri bir özünüz özünüzə? Nə bilim, özüm-özümə demədim onu, amma çox məmnun qaldım. Çox belə deyim, gözəl bir an yaşadım. Baxmayaraq ki, çox həyəcanlıydım, çox həyəcanlıydım. Çünki mən orada hər çıxış belə nöqtəsinə, vergülünə qədər o qədər gərginlik keçirirdim ki, müğənnilər hamısı canlı ifa edirdi, orkestrlə. Birində bir səhv olanda ya sözdə falan. Açığı deyim ki, mən hələ o gecənin həzzini o anda ala bilmədim. Sonra artıq efirdə baxanda, tam o konserti montaj eləyib bitirəndən sonra mən anladım ki, yaxşı bir həzz alınası gecə imiş belə. Amma mən o görüşlərdən həzz aldım daha çox. Nəinki o səslənən mahnılardan, ifalardan, orada gəlib məni o belə deyim də, elə o qucaqlamalar, o öpüşlər, o yəni elə adamlar gəlirdi ki, hətta tanışlıq verən də var idi. Belə deyim də, bir euforiya yaşayırdım sanki. Heç bilmirdim ki, heç bilmədim ki, fasilə nə vaxt oldu, nə vaxt bitdi. Sanki yuxudaymışsınız kimi. Belə bir şey. Hətta mən ilk səhnəyə çıxanda, indi gör neçə illərdir bu yaradıcılıqdayam da, mən nə qədər efirlər görmüşəm. Bəli. Yəni bu artıq mən buna öyrəşməliydim. Yəni bu həyəcan olmamalıydı əslində. Çıxdım səhnəyə, çıxdım mikrofonda, istədim şeirimi deyəm. Birinci misrasında çaşdım, amma çox poetik çaşdım. Heç kəs də onu anlamadı. Orada deyilməliydim ki, həsrət çəkən döşəmə, deyirəm pıçıldayan döşəmə. Belə bir şey oldu da. Yəni və mən onda gördüm ki, mənim əlim əsir, mikrofon əlimdə. Heç kim onu hiss eləmir, o qədər rahat idim falan. Deyirəm, yox, dizlərim əsirdi, əlim əsirdi. Bilmirəm nədən idi, ya o sarayın bir möhtəşəmliyi, bir əzəməti, bir onun bir məsuliyyəti, ya o idi, ya mənim özümün məsuliyyətim. Çox həyəcanlıydım ki, necə olacaq. Nəysə, hamısı birləşdi bir yerdə. Gözəl həyəcan yaşadım, gözəl anlar yaşadım və belə deyim, onu bir xatirə kimi özümdən sonra qoydum ki, qalsın o yaradıcılıq gecəsi. Amma arzu eləyirik ki, gələn ildə, növbəti ildə bax belə yaradıcılıq gecələriniz olsun və biz də sevərək iştirak edək. Adınız xanımdır. Həyatınızı necə xanım olaraq yaşaya bildinizmi? Bəlli bir illəri arxada qoymusunuz. Demirəm neçədir, acılı, şirinli bir həyat yaşadınız. Xanım kimi yaşadım, hə, bəli. Adım həyatıma yansıyıb. Amma necə yansıyıb? Mənim daxili aləmimlə yansıyıb. Amma mən öz evimin qulluqçusu da olmuşam. Çox zəhmət çəkmişəm. İstər ailəm, uşaqlarım, yəni hər bir işimi özüm eləmişəm. Mənim belə bir kömək üçün falan olmayıb. İndi bugün var, kömək eləyən var mənə. Çünki artıq səhhətimdə müəyyən problemlər var, heç etmək istəsəm də edə bilmirəm. Amma yəni hər işimi özüm görmüşəm. Amma bunu düz deyirlər ki, insana adı onu hər an qarabaqara izləyir. Ad. Onu da deyim ki, mənə xanım adını anam qoyub, nənəmin adıdır. Yadıma düşür ki, artıq mən məktəbi bitirəndə, pasport alanda o vaxtı mən anama demişdim ki, adımı dəyişəcəm. Mənə müraciət eləyə bilmirlər. Hamı birinci soruşur, necə müraciət edir. Yəni, çətin olacaq müraciət falan. Amma indi düşünürəm ki, nə yaxşı ki, dəyişməmişəm. Çünki insan uşaq dünyaya gələndə onun qulağına adını pıçıldayırlar da. O pıçıltı əbədilik
çökür onun ruhuna, onun qanına, onun hisslərinə belə. Yəni indi məni necə görürsüz bilmirəm. Yəqin ki, xanım kimiyəm. Amma adların düşər-düşməməzlikləri də var da. Deyirlər, məsələn, dünyadan köçən insan adını qoyanda bir növ onun taleyini daşıyan kimi olur adam. Yəni belə bir deyim də var. Razılaşırsınızmı? Yox, taleyə baxır. Mənim nənəm sağ idi adımı verəndə, amma mən onunla razıyam ki, mürəkkəb, qəliz, hardasa bədbəxt ömür sürən bir insanın adını verməsinlər. Yəni, nakam, bu dünyadan nakam gedən insanın adını məsələn, mən arzulamıram elə bir şey ki, kiməsə verilsin o ad. Amma indi bizdə bu belə bir adət var da, nənənin, babanın adını mütləq qoymalıdırlar. Mən məsələn qızıma demişəm ki, bizim adımızı indi 2 qızı var, heç adıma verməyib. Heç bundan sonra da deyirəm, ürəyin necə ad istəyir. Yəni onun tərəfdarı deyiləm ki, mütləq nənə ilə baba, babanın adı nəvələrdə yaşamalıdır. Neçə nəvəniz var? 2 nəvəm var. Allah saxlasın. Neçə yaşları var? 2 qız nəvəm var, qızımın 2 qızı var. Böyüyünün 19 yaşı var, kiçiyinin 12. Böyüyü xaricdə ali təhsil alır. Kiçiyi burada Avropa liseyində oxuyur. İkisi də belə savadlı uşaqlardır və sevinirəm. Çünki mən hesab eləyirəm ki, evlada verilən ən böyük sərvət təhsildir, savaddır. Bütün onların gələcək taleylərini müəyyənləşdirir o savad. Bu həyatda daha çox, mən hesab eləyirəm ki, daha çox qızlara təhsil vermək lazımdır. Elə olanlara da vermək lazımdır. Amma oğlan fiziki işlə də məşğul ola bilər, uzaqbaşı. Məsələn, hamı təhsilli olmaq məcburiyyətində deyil. Olsa yaxşıdır, amma bu bir uşağın bir qavrama qabiliyyəti də var da. Hamı hər şeyi qavraya bilmir axı. Bir fərdi yanaşma lazımdır. Amma ümumiyyətlə evladlarımız savadlı olsa yaxşıdır, ələl-xüsus qızlarımız. Necə yaşayırsınız? Özünüzü necə hiss edirsiniz? Burulğanda boğulursunuzmu, yoxsa əksinə huzurlusunuzmu? Yəni bu nöqteyi nəzərdən. Elə bil ki, mən yaşayıram, mənə sual verirsiniz ki, siz necə, siz yağış görürsünüzmü, külək əsirmi içinizdə, nə bilim, günəş doğurmu, gecə düşürmü, hər biri olur. Yəni necə ki, bu dünyada fəsillər var, necə ki, bu dünyada aylar var, illər var, səhər var, günorta var, axşam var. Onların hər birisi mənim də daxilimdə var da. Elə olur günün günorta çağı içimə bir zülmət çökə bilər. Elə ola bilər ki, bir qışın ortasında elə bir işıq içimdə bir parıldayar ki, günəş kimi. Hər şey olur. Əlbəttə ki, daha çox indi son vaxtlarda biraz bu yaşla əlaqədar yəqin ki, səhhətdə biraz problemlər olur. Daha çox bu sağlamlıqla mübarizə aparmaqla məşğulam. Mənim yaxınlarım bilir də. Son 10 ildə bir problemlər yaşandı və o problemləri elə dəf eləməklə məşğulam, belə eləyirəm də. Səhhətimlə vur-vurumdayam, belə deyim. Təslim olmaq istəmirəm, məğlub olmaq istəmirəm, ayaqdayam, şükür. Amma əlbəttə ki, daim müalicələrdəyəm, belə. Allah şəfa versin. Amma yaradıcılığımın, belə deyim, yaradıcılığım öz yolundadır, həminki kimi. Qəribədir, arada bir dayanmışdı. Arada bir dayandı və deyim ki, keçən ilki o yaradıcılıq gecəsi və bu ilin də, bu il başlayandan da çox belə məhsuldar bir prosesin içindəyəm.
bilmirəm nə məsələdir, amma belədir. Amma bəlkə ilham verici nələrsə var, ondan ruhlanırsınız. İlham verici, valla o ilham verici, yəni mən uşaqlarım, qızımdan rahatamsa, nəvələrim gözəldirsə, özümü daxilən rahat hiss eləyirəmsə, demək ki, yaradıcılığımla da rahat məşğul ola bilirəm. Amma əslində yaradıcılıqla məşğul olmaq üçün, yəni sənin içində bir tək anlar olmalıdır da. Yəqin ki, onlar da olur. Çünki həyat belədir ki, həmişə belə rahat olmaq olmur ki. Adi bir külək əsəndə, bir şeydə külək əsir deyə, məsəl üçün deyim də, hansısa bir ağacın budağı qırılırsa, sənin də içində nəsə qırılır da. Həyatdır, ətrafında tanışlar, kimsə dünyasını dəyişir, kimsə xəstələnir, kimsə uğursuzluğa düçar olur, haqsızlıqları görürsən, o qədər. Dərdləşirsinizmi elə insanlarla, yoxsa indi son vaxtlar ümumiyyətlə yaşamaq üçün çalışır ki, hər kəs, yəni çox adamdan bunu eşidirəm ki, negativ və yaxud da ki, pis hadisələr yaşayan insanlardan uzaq olsunlar. Çünki hər kəs yaşamaq üçün insan suda boğulanda bir çöp də olsa yapışmaq istəyir. Hər kəsin içində bir təlatüm var. Yəni kim desə ki, məndə hər şey huzurludur, xoşbəxtəm. Yəni bunu çox nadir hallarda bəlkə eşitmək olar. Amma yəni belə olan halda siz də mi çalışırsınız elə insanlardan uzaq qaçasınız, yoxsa əksinə, yəni rahatlıqla zəng vurub sizinlə dərdləşmək olur, yəni dinləyirsiniz, yol göstərirsiniz? Əvvəla mənim ətrafımda çox adam yoxdur. Eləmi? Ondan başlayaq. Mən çoxluğu sevmirəm. Məcburiyyət qarşısında müəyyən bəzi tədbirlər olur ki, artıq mən ora getməyə bilmirəm, gedirəm. Elə ona görə də məni az-az görürsünüz. Bəlkə məndən inciyənlər var. Fikirləşirlər ki, nə bilim, bu təqdimatlar, nə qədər kitab təqdimatları, nə bilim, tədbirlər filan, hər yerə dəvət eləyirlər. Əlbəttə ki, görmək istəyirlər. Bu da sevgidən irəli gəlir. Amma mən özümü artıq o çoxluqda biraz pis hiss eləyirəm. Həm səhhətimdən bağlı, həm də belə o tanımadığım, bilmədiyim insanların arasında rahat ola bilmirəm. Amma artıq mən kimlənsə dərdləşirəmsə, o artıq mənim özümdür, mənim yaxınımdır, mənim dostumdur, mənim istədiyim insandır. Əlbəttə ki, dərdləşəcəyəm, əlbəttə ki, qulaq asacağam. O da məni dinləyəcək, mən də problemimdən danışıram. Yəni, mənim ətrafımda çox az, amma mənim üçün çox dəyərli insanlar var ki, onlarla həmişə söhbətləşirik və mənə çox xoş olur. Amma deyəsən, əvvəllər də elə idiniz. Yəni, sizi çoxluğun içində görmək mümkün deyildi. Özünüzə uyğun bir kürsüdə olurdunuz həmişə. O heç, o... Xarakterlə də bağlı ola bilər bəlkə. Xarakter də var, amma indi o biraz da çoxalıb. Biraz da çoxalıb. Yəni, belə deyim də, mən özümdən tək olanda daha rahat oluram. Özümü dinləmək istəyirəm artıq. Mən çox dinləmişəm. İndi özümü dinləmək istəyirəm. Yəni, bir insan hərdən bir də görürsən ki, səhərdən axşama, məsələn, indi zamanında işləmişəm də, studiyalarda, bir idarədə də işləmişəm. Yəni, günümüz elə onunla danış, bununla da bir heç adamın bir özündən, öz halından xəbəri olmur bəzən. İndi mən öz halımdan xəbərdaram. Siz çox güclü bir xanımsınız. Bəlkə bunu sizə çox söyləyiblər. Amma deyirlər ki, hər güclü xanımın iki dünyası olur. Biri nə hadisələr, nə müsibətlər yaşasa da ətrafındakı, çevrəsindəki və ümumiyyətlə insanların qarşısında olan dik duruşu. İkinci dünyası isə onun daxilən özü ilə baş-başa qaldığı, daxilən özü ilə söhbət apardığı dünyası. Bəli, razılaşıram. Amma bir şey deyim də, o içimdə o dik durmaq, elə o həmişə məndəndir, özümlə tək də olanda. Amma əlbəttə ki, mən fiziki rahat oluram özüm tək olanda.
əlbət ki, hisslərimi azad buraxıram. Yerlər var ki, orada gərək cilovlayasan, hər mənada özünü cilovlayasan. Çünki əgər cəmiyyətə çıxırsansa, əgər səni tanıyırlarsa, sevirlərsə, efirə çıxırsansa, sən elə necə gəldi, hansı əhvaldasansa, onu cəmaata ötürməməlisən. Yəni, ya çıxma, ya çıxmısansa, zəhmət çək, bir özünə çəki düzən ver misalı var. Ümumiyyətlə, hisslərinizdə ən çox nə üstünlük təşkil edir? Sevgi mi, xəyal qırıqlığı mı, hirs mi? Daha çox hansı üstünlük təşkil edir? Elə hamısından var. Hamısı var da, mərhələ-mərhələ. Həyatımda yaşadıqlarım, elə bir mərhələ olub ki, orada xəyal qırıqlığı, dünyadan küskünlük, elə an olub ki, dünyanın bəxtəvəri, sevincimdən qanad açıb uçmuşam, məsələn. Hər şey olub, peşmanlıq da olub, ondan sonra döyüşüm də olub içimdə, üsyan da eləmişəm, təslim də olmuşam, qalib də olmuşam, hər bir şey olub. Hər bir insan həyatında nə olursa, məndə də o olub. Ona görə bəlkə də indi mən bunu dilimə gətirib deməsəm də, şeirlərimdə demişəm, musiqilərimdə demişəm. Yəqin ki, mənim nə yaşadığımı, necə yaşadığımı, hansı hisslər keçirdiyimi, hansı dünyaya qapandığımı, hansı aləmə açıldığımı məndən çox onlar pıçıldayır hamıya. Heç olubmu ki, məsələn, o hisslərinizi sözlə ötürə bilməmisiniz, musiqi ilə ötürmüsünüz? Olur əlbət ki, bəzən sözə gəlməyənlər musiqiyə gəlib, musiqiyə gəlməyənlər sözə gəlib. İkisinə də gələ bilməyənlər gözə gəlib. Ümumiyyətlə, musiqi dünyanızda dönüş nöqtəsini nə zaman hesab edirsiniz? Həyatınızın hansı illərini? Yəqin ki, 90-cı illərin sonu, 98-99, bax bu illərdə dönüş deməzdim. Yəni, bu dönüş deyildi. Bu sadəcə gəliş idi. Gəliş idi, dönüş yox idi. Yəni, mən 99-cu ildə də Heydər Əliyev Sarayında ilk dəfə yaradıcılıq gecəmi keçirtdim. Bax, o mənim üçün doğrudan da gəlişimin təsdiqi idi. Ondan neçə il əvvəldən həm sözlərimə mahnılar yazılmışdı, həm musiqilərim var idi, nəğmələrim. Bax, o illər mənim üçün yaradıcılığımın partlayış illəri idi. Bax, belə. Ondan sonra mərhələlər olub, sonra yenə bir sakitlik olub, sonra yenə bir 2001-ci ildə, yenə bir 2 il keçəndən sonra yenə də bir maraqlı bir hadisələr, yaradıcı hadisələr oldu. Yenə də bir yaradıcılıq gecəsi oldu. Bax, belə-belə, yəni mərhələ-mərhələ kitablarımın, yəni ilk kitabımın işıq üzü görməsi, bir məndim, bir də özüm. Hansı ki, indi baxıram ki, çox balaca belə bir kitab idi. Heç o içindəki o şeirlər də indi məni heç qane eləmir. Amma o mənim üçün ilk idi. Çox böyük sevinç yaşadım. Sonra artıq demək, ikinci kitabım oldu Ağqara. Sonra Dua Yağışı. Belə-belə, yəni ki, bu son kitablarım da, axırıncı deməyim, axarıncı deyim, bəlkə yenə də olacaq. İnşallah. Yəni, 2 ard-arda kitablarım çıxdı. Biri Adı Olmayan Fəsil, biri də Do və Başlanır Hər Şey. Bu kitablar, o Do və Başlanır Hər Şey elə mənim yaradıcılıq gecəm üçün məxsusi hazırlandı. 111 nəğmədən ibarət idi, bax belə.
Yaradıcılığınızda daha çox kədər elə bil ki, hökm sürüb. Bilmirəm ki, bu bəlkə mənim düşüncə tərzimdir, yəni mənim müşahidəmdir. Bilmirəm, digər insanlar da sizə bunu söyləyib yoxsa yox. Bəs siz necə düşünürsünüz? Yəni, daha çox kədərin hökm sürməsinə səbəb nə olub? Təbiətənmi belə olmuş, yoxsa yaşadıqlarınız mı buna Mən elə məcbur edib? uşaqlıqdan belə qəribə uşaq olmuşam. Mən yadıma düşür ki, mənim rəhmətli bacım mənə deyirdi ki, o mənə deyəndə mən düşünürdüm ki, yəni mən elə olmuşam. Amma özüm bilirdim ki, mən özümə qapanan, bir içimə qapanan, çox qaynayıb qarışan uşaq olmamışam. Bacım deyirdi ki, biz uşaqlar, bizim o Dağlı məhəlləsində Sovet küçəsi var idi, orada Sovetski deyirdilər də, o Dağlı məhəlləsində. Bizim orada həyətimiz var idi, çox böyük həyətimiz var idi, daim uşaqları, elə bir həyətdə yaşayırdıq daimgillə. O uşaqlarla hamı qaynayırdı, qarışırdı, nə bilim futbol oynayan kim, nə bilim ip atlı oynayan kim, nə bilim 7 şüşə, belə-belə də oyunlar da, nə oyunlar varsa. Mənim bacım qoşulurdu daim oğlanlarına filan, deyir, sən otururdun o kandarda, sən kandarda otururdun da, belə hərdən bir oynayardın, belə. Daha çox orada otururdun, deyir, belə baxırdın. Deyirdim sənə ki, gəl, deyir, bir öz aləmim var idi. Yəqin elə o vaxtdan mənim nəsə bir aləmim olub, elə o aləm də məni özündə saxlayıb həmişə. Belə çox, əslində mən çox, belə deyim, söhbətçil adamım. Mən belə indi kənardan elə görünər ki, mən idarələrdə işləmişəm. Mənlə söhbət həmişə hamı mənlə söhbət etmək istəyində olub və alınıb da. Amma belə deyim, baxır da istədiklərim olub da, tam istədiklərim, içimə buraxdıqlarımla tam səmimi olmuşam. Amma elə də olub ki, bir sərhəd olub da o söhbətlərdə. Bu yaxınlarda bir qonağım var idi, adını söyləməyəcəm. İndi verilişimizə baxır ola bilər və bəlkə xətrinə dəyər. O xanım o qədər belə, necə deyim, danışanda belə sərt, vurub yıxan, belə bir xanım idi. Və mən onu uzun illərdən sonra verilişimə dəvət eləyəndə mən o xanımı tanıya bilmədim. O qədər yumşaq, sakit bir adam olmuşdu ki, o xüsusiyyətlərindən əsər əlamət qalmamışdı. Mən özüm şok içində idim ona baxanda, onunla danışanda, həm söhbət olanda. Və axırı özü dözə bilmədi, dedi ki, sən fikir verirsən mən nə qədər dəyişmişəm. Dedim, gerçəkdən mən sizi tanıya bilməm. Sadəcə olaraq... Təbii ki, insan dəyişir. Bəli, illər dəyişir, illər keçir. Bəli. İtirdiyiniz hansı xüsusiyyətləriniz var ki, yəni əvvəl elə idiniz, amma indi məsələn başqa cür olmusunuz? Bax, indi deyim də sizə, mən ümumiyyətlə yadıma düşür ki, cavanlıq illərimdə mən toylara getməyi sevirdim. O, mənim üçün toy bilirsiniz nə idi? Mən də rəqs eləməyi sevirdim. Mən tox gedib, ac qayıdardım. O yeməklər filanlar, hamısı bu musiqi mənim dünyam. Ürəyim istəyən, o sümüyümə düşən musiqi ki, gəlirdi, yaxşı keyfiyyətli musiqi. Və deyilənlərə görə də çox gözəl də rəqs eləyirdim. Elə toy deyəndə sevinirdim ki, gedəcəm qohumlarla və gözəl rəqs eləyənlərlə rəqs eləmək istəyirdim. Və bir-iki nəfər var idi ki, bizim qohumlarda da, mən onlarla rəqs eləməyi sevirdim. Mən gözəl rəqs eləyənləri sevirəm. Onlara tamaşa eləyən, bir əsərdir o əslində. O özünü ifadədir. Getmisiniz rəqsə yoxsa yox? Deyim, uşaq vaxtı, gəncliyimdə olub, uşaq vaxtı anam bizi yazdırmışdı o rəqsə. Amma o deyil, o insanın gərək içindən gəlir. Sonra yavaş-yavaş gördüm ki, bu istək azaldı demərəm. Yavaş-yavaş deməyim, birdən oldu. Mən indi toyda rahat olmuram. Əvvəla o hay-küy, səs-küy mənim əsəblərimi pozur. Və mən orada o bütün o yanlış notları eşidirəm.
ifaçının qeyri-peşəkar ifasını eşidirəmsə, bu bir tərəfi. İkincisi də ki, o hay-küy, o nə bilim, o süfrələr, o səs-küy, aləm qarışır, qışqıran, danışan kim, musiqinin səsinə o qədər artırırlar ki, artıq mənim sinirlərim pozulur. Yəni, mən həmişə toy olsun, toy bizim gözəl adətimizdir. Əlbəttə ki, məcbur qaldığım, getməliyəm, gedirəm. Bax, budur, mən rəqs etməyi sevirdim. Bugün tamam rəqs etmək istəmirəm, belə. Qəribə gəlir mənə. Bu belə çox enerjili idim. Danışıb gülmək, belə də ətrafımız yığışardıq, qohumlar, filanlar tanır. Bugün görürəm ki, yox. Mən çəkilmişəm öz deyir. Öz qabığıma, belə deyək. Bəli, belə deyək də, öz evim. Evim, mənim evim, mənim qalam. Ən rahat yer mənim evimdir, mənim üçün. Günün neçə saatını evdə keçirdirsiniz? Elə bütün saatını. Əvvəl işləyirdim də, keçən ilə qədər işləyirdim. Azərbaycan Dövlət Tərcümə Mərkəzində işləyirdim. Çox gözəl kollektivimiz var idi. Çox gözəl qələm əhli var idi. O qədər səmimi insanlar var idi. Hə, orada mən yorulmurdum. Orada çünki o enerji deyirik sənə, bu sənin adamındır ya yox. Elə bil ki, ora hamısı o mənim adamlarım idi orada. Mənim sevdiklərim idi. Onlardan enerji alırdım, onlar məndən. Belə elə bil ki, öz evimə gedirdim, sonra o evimdən çıxıb yenə təzədən öz evimə gəlirdim. Yəni, o bağlandı tərcümə mərkəzi və salam, hərəmiz dağılışdıq və yenə də əlaqə saxlayırıq. Bax, o mərkəzdə işləyən işçilərdən kimisə görürəmsə, elə bilirəm ki, bir təzədən dirilirəm, ünsiyyətdə olmaq istəyirəm və salam, bu qədər. Afaq xanımla mı çalışırdınız? Afaq Məsud? Bəli. 35 ilin dostuyuq biz. Belə həm dostuq, həm doğmayıq. Belə deyək də, artıq elə bilirəm o mənəm, o da elə bilir ki, mən oyam, belə, yəni bizim münasibətlərimiz belədir. 80-ci illərə dönüş etsək, o dövrdə bir kliniki ölüm keçirmisiniz. Məndə olan məlumata görə. Xatırlayırsınızmı? Qazdan... Unutmaq mümkündür onu, bəli. O uşaqlar körpə idi, yadıma düşür. Anamgili gəlmişdi bizə, onda elə oğlum yox idi. Qızım balaca idi, 6-7 aylıq idi. Bir onda bir də ayıldıq ki, gecə ki, neysə, baş ağrıyır, vəziyyətim pisdir, mən durdum, uşaq da dayanmadan ağlayır. Sən demə, evə o qazı yanıq qoymuşuq, o uqar deyirlər də, dolub evə. Bir onda sadəcə qaz tutdu bizi, belə. Yaxşı ki, yaxşı qutardıq onu. Qismətdə yaşamaq varmış. Hə, var imiş, anamgili də bizdə idi və bir dəfə, bax, o kliniki ömür, onda artıq oğlum dünyaya gəlmişdi, lap körpə idi, nə bilim, 3 aylıq idi. Qızım da 1 yaş 3 aylıq. Onda məni belə deyim də, elə hamamda qaz tutmuşdu məni. Belə yoldaşım çox məni geri qaytarmaqla məşğul oldu. Özü də böyük bir stres yaşadı və o anda mən getdim, o dünyanı gördüm, gəldim və özümü də kənardan gördüm. Hətta yoldaşıma deyirəm ki, mən səni gördüm ki, sən necə vurnuxursan məni geri qaytarmaq üçün. Süni ürək döyüntüsü, süni ağıza nəfəs vermək filan. Heç özü təcili yardım gəlib çıxmadı. Elə mənim yoldaşım məni özü qaytardı. Hətta mən onu da gördüm ki, uşaqlar necə ağlaşırlar. Hərəsi bir tərəfdə, yoldaşım da məndən məşğul olur. Bax belə, nə onda gedib mən cənnəti gördüm, gəldim. Sonra demək özümə gələndən sonra yoldaşıma deyirəm ki, ayıldım,
belə bir təzədən o körpə uşaq dünyaya gələr, belə ağlaya-ağlaya qayıtdım. Yoldaşım bir Allaha şükür elədi ki, şükür Allaha. Yəni o sevdiyi insan öz yerində, həm də uşaqlarının anası, o iki körpə uşaq, belə bir faciə idi də onun üçün ki, mən meyit kimi qalmışam ortalıqda. Mən də zarafata saldım ki, dedim ki, adamı ölməyə də qoymursunuz. Başımı götürüb Elə dediniz. dedim, adamı ölməyə də qoymursunuz. Biraz belə də uşaqların körpə vaxtı, əziyyətli vaxtları idi. Çox o ağlayır, yuxusuz gecələr falan. Belə də çox bir gərgin və çətin bir anlar idi. Sevinmişdim ki, gedib cənnətə çatmışam. Ölümdən qorxmursunuz ki? Yox. Ölümün nəyindən qorxum ki, o ölüm də həyatın, yaşamağın bir başqa formasıdır da. Zamanı gələndə hamımız gedəcəyik. Həyatda ən çox kimin üçün darıxırsınız? İtirdiklərim üçün. İtirdiklərim üçün. Və itirdiklərim çoxdur. Əzizlərim var, anam var, oğlum var, qardaşlarım var, bacım var, sevdiklərim var. Yəni doğmalarım, sadalasam çox olar. Əlbəttə ki, onlar üçün darıxıram. O dünya daha çox əzizdir bu dünyadan. Bəli, yığışıblar ora, vəfasızlar. Məni tək qoyub gediblər. Elə deyim. Yox, gec-tez görüşəcəyik yəqin ki. Gec-tez hamımızın birləşəcək bir dünyası var. Oğlunuz yuxunuza girirmi? Əlbəttə. Məsələn, daha çox yəni yuxunuza girdiyi zaman nəsə sizə deyirmi? Yəni necə ünsiyyətiniz baş tutur? Çox vaxt heç nə demir. O heç nə demir. O çox belə xoşbəxt vəziyyətdə mənim yuxuma gəlir. Yəni, o gülür. Mən yuxuda ağlayıram, olur belə. Neçə yaşında itirdiniz övladınızı? 34 yaşında. Nədən dünyasını dəyişdi? Ürək tutmasından. Bəxtiyar Vahabzadənin bir şeiri var, orada belə misralar var. Həyat səni güldürəndə gülürsən, hünərin var ağladanda gülginən. Hünəriniz çatdımı? Hünərimin çatmayan vaxtları da oldu. Amma bugün bax belə gülümsünə bilirəmsə, bugün həyata açıq gözlə baxıramsa, həyat davam edir deyə bilirəmsə, demək ki, hünərim çatdı. Sizin üçün əsl xoşbəxtlik nədir? Varmı elə insanlar ki, siz onları xoşbəxt adlandırırsınız? Var. Elə hərdən özümə də xoşbəxt dediyim vaxtlar olur. Çünki o deyir də, o xoşbəxtlik anla gəlir də. Həmişə gərək biraz havalı olasan, ya ağlını itirəsən ki, həmişə özünü xoşbəxt hesab eləyəsən. Əlbəttə ki, xoşbəxt sandığım insanlar var, məni də xoşbəxt sananlar var. Məsələn, sizin üçün hansı kriteriyalardır ki, bu kriteriyaları varsa demək ki, xoşbəxtdir? Məsələn, bu mərhələ gəlir də deyim. Tutaq ki, gənclik illərimdə, tutaq ki, orta məktəbdə oxuyanda mən istəyirdim ki, məni çox istəsinlər, məni tərifləsinlər, mənim haqqımda yaxşı sözlər desinlər, müəllimlər məni çox istəsin, qohumlar məni çox istəsin və istəyirdim ki, ali təhsil alım, instituta daxil olum. İnstituta daxil oldum, xoşbəxt oldum. Bax, bu xoşbəxtlik. Sonra istəyirdim ki, sevginin ən gözəlini yaşayım, mənim rastıma gözəl bir insan çıxsın, mənə anlasın, mənə dəyər versin. Bax, o da oldu məsələn. O da bir xoşbəxt oldum. Təbii ki, həm istəyirdim qızım olsun, həm oğlum olsun. O da oldu, xoşbəxt oldum.
Yəni belə. Amma əlbət ki, evladlarımın ən gözəl günlərini görmək istəyirdim. Gördüyüm anlar da oldu, xoşbəxt oldum. Görmədiyim anlar da oldu, bədbəxt oldum. İtirdim. Yəni, tutaq ki, valideynimin mənim yanımda olmağı mənim üçün xoşbəxtliyin zirvəsi idi. Nə qədər anam sağ idi. Anamı itirdim, bütün dünyam dəyişdi. Elə bildim ki, mən tamam başqa adam oldum. O bayaq deyir sizə, insan dəyişir. Mən anam dünyada olana qədər tamam başqa bir şıltaqlığım var idi içimdə. Baxmayaraq 2 uşaq anasıydım, bir ailənin başçısıydım. Yəni, o bilirsən də orada sənin valideynin var. Elə bilirsən ki, o ki sənə bir dənə telefonda elə mənə deyir, balamsan, necəsən? Ay, dünyanı verirdilər mənə. Və özümə həmişə anamın qızı hesab eləyirdim, uşaq sayırım. O dünyasını dəyişdi, mənim də dünyam dəyişdi. Mən böyüdüm, elə bildim ki, məni atdılar, tənha, tək, hər şeyin öhdəsindən mən və hər şeydə dünya rəngləri dəyişdi mənim üçün. Amma belə də, yəni xoşbəxtlik mən hesab eləyirəm ki, indi bütün bunları niyə sadalayıram? Əzizlər gedir, dost itkisi olur. Demək, əgər bir insanın yanında valideyni varsa, onu sevən insan varsa, evladları varsa və evladlarından rahatdırsa, heç yeri ağrımırsa, istədiyi peşə ilə, sənətlə məşğuldursa, onu anlayırlarsa, həyatda öz dəyərini ala bilirsə, heç kimə möhtac deyilsə, öz sənəti ilə özünü dolandıra bilirsə və ətrafında doğrudan da özünə layiq insanlar varsa, məncə bu xoşbəxtlikdir. Və yaşadığı ölkə rahatdırsa, yəni rahatlıq bildiniz də, hər mənada demək istəyirəm. İstər siyasəti ilə, istər mədəniyyəti ilə, coğrafiyası ilə, hər şeyi ilə, iqtisadiyyatı ilə, siyasəti ilə, yəni hər mənada rahatdırsa, sən də xoşbəxt olursan. Biz o Qarabağ müharibəsində biz necə xoşbəxtliklər yaşadıq. Hər qələbə bizim xoşbəxtliyimiz idi. Bax, o deyir, xoşbəxt ölkənin xoşbəxt vətəndaşı. Bu da var o xoşbəxtliyin içində. Qürurla Azərbaycanlıyam deyə bilirsənsə, bax belə. Yəni, xoşbəxtlik mənim üçün, bu sadaladıqlarımın hamısı geniş anlayışdır. Geniş anlayışdır da mənim üçün bütün evlərdə rahatlıq varsa, hər kəs öz süfrəsinə bir şorba, bir tikə çörəyi varsa, bir şorbası varsa, bunun özü də xoşbəxtlikdir. Sən necə tam özün xoşbəxt ola bilərsən ki, məsələn, sən evində hər şeyin var, bilirsən ki, o qonşu evdə can üstə olan biri var, ağrı çəkən biri var və yaxud da ki, bir böyük itkisi olan biri var. Bu baxımdan xoşbəxtlik biraz belə nisbi anlayışdır. Geyimlərinizi necə seçirsiniz? Özünüz mü alırsınız, mağazalara gedirsiniz, yoxsa onlayn mı, yoxsa xaricdən mi alırsınız? Hərdən bir cür olur, əlbət ki, belə. Bu geyim sizə xüsusilə yaraşır, bunu söyləyim. Bilmirəm, hardınamıza çox yaraşır. Bunu tikdirmişəm. Amma çox gözəl, yəni tikiblər. Yəni elə bir hazır almısınız, o dərəcədə sizə də çox yaraşır. Özüm, yəni o rəngi, parçası, formasını özüm seçmişəm, belə. Qeyri-adidir, onu deyim ki. Təşəkkür edirəm. Və hətta əməliyyat da keçirməmisiniz, plastik əməliyyat. Belə baxıram ki, buna baxmayaraq çox gözəlsiniz. Və illər keçdikcə əksinə, yəni insan dəyişir, üz qırışır, yəni illərin o qırışları, izləri insanın özündə yer alır. Amma sizdə elə deyil.
Yox, elədir. Yox, valla bu kompliment deyil. Sadəcə Yox. olaraq gördüyüm qədərilə söyləyirəm ki, yəni hətta mənim sizinlə danışanda baxdım ki, görüm bir çapıq falan varmı? Gördüm ki, yoxdur. Valla Yox, gerçəkdən mənim üzüm gözəl bütün olmuşsunuz. qırışlardan ibarətdir. Sadəcə mən o bir balaca belə deyim də verilişə gəlirsən, biraz əl gəzdirirsən, amma yox, əlbəttə ki, mənim gələn il 70 yaşım olacaq. Allah ömür versin. Sağ ol, yaş öz sözünü deyir, qırışlar da var, olsun da nə yaxşı ki var, indi yaxşı. Deyir, cavan olanda yaxşı idi, gənc olanda yaxşı idi. İndi qocalanda durub həyatdan gili güzar eləməliyik, üzümə qırışlar gəlib, gəlməlidir də. Vay o günə ki, görürsən 30 yaşı var, üzü gözü qırışlıdır. Bu bir. İkincisi, qocalıq hər adama nəsib olmur. Ona görə də, qocalıq deməyim də, indi belə deyim, bu yaşa gəlib çatmaq. Bəli. İndi mən özümü qoca hesab eləmirəm, amma yaşım var. Yəni 70 yaş az bir yaş deyil. İnşallah ki, o 70 yaşı keçirtmək qismət olsun. Amma İnşallah. mən həmişə bir şey arzu eləmişəm ki, nə qədər ömrüm varsa, bilmirəm, yəni 1 ilmi, 3 ilmi, 5 ilmi bundan sonra, amma həmişə ayaq üstə olum. Çünki mən içimə çox yıxılmışam. Belə yıxılmaq istəmirəm. Həmişə ayaq üstə olmaq istəyirəm. Allah mənə o qədər ömür versin. Və o qədər yaşayım ki, yarada bilim. Biz də sizə arzulayırıq. Sağlam və uzun ömür yaşayasınız. Çox sağ ol. Xoşbəxt yaşayasınız. Sizi sevirik. Təşəkkür Hər zaman gözləriniz belə parıldasın. Hər zaman üzünüz gülsün. Mən sizə çox təşəkkür edirəm verilişimə gəldiyiniz üçün. Çalışdım ki, yəni əhatəli hərəsindən, hər sahədən biraz sizə suallar ünvanlayım. Çox da ayda görmürdüm və bilirəm verilişlərə getmirsiniz. Çox sağ olun ki, gəldiniz. Sağ ol. Mən gedirəm. Hərdən bir gedirəm verilişlərə. Yəni, bax, belə o təkbətək verilişlər olanda gedirəm verilişlərə. Mən də sizə öz təşəkkürümü bildirirəm. Sağ olun, diqqət ayırmısınız, gözləmişsiniz. Yox, estağfurullah, o sizin ürəyinizdən gələn bir istəkdir. Təşəkkür edirəm sizə də və mən istəyirəm ki, elə verilişlər olsun ki, sevə-sevə gələk. Yəni, bəzən bizə irad tuturlar ki, bizə deyəndə ki, indi bəzi adamlar var da ki, gəlmirsiniz, yəni, dəvət edirlər, sağ olsunlar, amma bütün verilişlərə getmək də olmur. Çünki insan gərək özünü o verilişdə görsün də. Bəli, gerçəkdən Hə, elədir. belə. Çox sağ olun. Bir daha Sağ olun. təşəkkürlər. Əziz və dəyərli izləyicilərimiz, bugün də bura qədər, yəni bugünlük bu qədər. Bugün çox dəyərli bəstəkar və şairə xanım İsmail qızı ilə çox dəyərli bir söhbətimiz oldu. Ümid edirəm ki, izlədiniz və gələn həftə yenə də qarşınızda olacağıq. Allaha əmanət olun. Hələlik.